Dostlar salam, hər vaxtınız xeyir olsun. Biraz özümü bugün narahat hiss elədim. Boğazımda biraz ağır oldu. Bu da yəqin ki hava dəyişikliyi ilə bağlıdır. Hava görürsünüz ki gah isti olur, gah soyuq olur. Əslində yaz havası biraz təhlükəli olur bu baxımından. Amma ki biz bundan qorxmuruq. Çünki evimizdə daima təbii məhsullar var ki, hansı ki bizi bu viruslardan, bu xəstəliklərdən qoruyur. Həm immuniteti güclü saxlayır. Baxın, səhər elə durdum. Birinci növbədə korindən boğazımı kompres elədim, masaj elədim. Ondan sonra 2 kapsul Navamin içəcəm günorta, bir də axşamda içəcəm 2 kapsuladan. EPAM 7 damcını tökdüm, 10 damcı və birazdan üzümə nömrə 4 çay dəmləyəcəm. Baxın, bu məhsullar hər zaman evimizdədir və bizi qoruyur.